Adınız necə oldu? Adım Yolçudur. Quliyev Yolçu, Azar yolu. Yolçu bəy, xoş gəlmisiniz. Sağ ol. Yolunuz hərləndi, fırlandı, yenə Ağdam şəhərinə düşdü. Şükür, min şükür. Allah Nə hisslər keçirirsiniz? çox belə nə bilim, ürəkdən sevinirik, həyəcanlıyıq. 33 il bundan qabaq çıxmışam Ağdamdan, çıxmışıq. 33 yaşımda çıxmışam Ağdamdan. 33 yaş. İndi 66 yaşımın içindəyəm. Şükür, qayıtdıq öz yerimizə, yurdumuza. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Amin. Allah prezidentimizə dəyməsin. Azərbaycanın bayrağını dünyada uca eləsin həmişə. Amin. Hə, çox sevinirik, ürəkdən, Hansı ürəkdən. rayonda yaşayırdınız indi köçdünüz? Ağcabədi Hinda Hindaqda qəsəbəsində bəli. Bu günə qismət oldu. Orada məskunlaşmışam Ağdamdan sonra. Neçə otaqlı ev aldınız? 4 otaqlıda 6 nəfərik. Maşallah. Hə, maşallah gününüz olsun. Mən sizə deyim ki, 4 otaqlı ən gözəl evdir Hə, burada yaxşıdır. şəhərdə. Hə. Həm otaq sayının genişliyinə görə. Yaxşıdır, yaxşıdır. Əla, əla, gözəldir. Çox gözəl. gözəl, çox gözəl. Heç bilməyəsən ki, hansı otağa girir, hansı otağa çıxarsın. Allah İnşallah. xoşbəxt Sağ yaşamağı ol, nəsib sağ ol, eləsin. sağ ol, çox sağ ol. Səmərli nəticəli Çox inşallah. sağ ol. Sağ olun. Çox sağ ol. Hamıya qismət eləsin. Ağdamlarımız hamısı qaçsın yerinə, yurduna Amin, inşallah. Hə, burada bir gözəl binalar tikilibdir. Çox Bəli. gözəl. Çox Ana, siz nə çox deyə bəyəndik. Mən Quliyevayda Bəli. çox sevinirəm. Həsrətində olan bütün insanlar, bütün Ağdamlılar hamısına bugünkü gün qismət olsun. Hamı şad-xürrəmən yaşasın. Allah prezidentimizə dəyməsin. Qazilərimizin canı sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Amin inşallah. Çox sağ olun. Allah sizə də uzun ömür versin Çox ki, sağ ol. burada xoşbəxt yaşayasınız. Çox sağ olun. Allah razı olsun. Ailənizlə birlikdə. İnşallah. Allah sizi ailənizin üstündən əksik eləməsin. Çox sağ olun. Çox sağ olun. Şəhidlərimizin səyə Var- nəsəsinə, qazilərimizin səyə nəsəsinə torpaqlarımız alınıbdır. Mən özüm də qaziyəm. Birinci Qarabağ müharibəsində polis olmuşam. Müharibəni elə biz başlamışıq. Vaxtında, bəli. Belə nəsə oldu da, torpağımız getdi, işğal oldu. Şükür Allaha ki, Allah Hə. ermənilərə Zaten nəhrət şəhidlər, eləsin. zaten. Necə ki eləyir elə. Hə. Şükür öz yerimizdə Hə. yurdumuzdur. Çox sağ olun. Allah hamıya Hə. qismət bir daha eləsin. deyirəm, Allah xoşbəxt Çox sağ ol. Çox sağ olun. Allah Allah sizə də kömək dəyməsin. Allah canınızı sağ eləsin. Sağ ol, sağ ol. Allah razı olsun. Çox sağ olun. Ağböçək anamızın yanındayam. Adınız zəhmət olmasın. Mənim adım Rəfiqədir. Rəfiqə xanım. Ətkiməzdə yerləşmədə, orada yaşayırdıq. Özümlə nə deyim, prezidentimizə can sağlığı arzulayıram. Dəmir yumruğu bərk oldu, amma dəmir oğlanlarımız getdi. Hə. Dəmir biləkli Allah oğlanlarımız rəhmət eləsin. getdi. Yerləri cənnət olsun, mələklərimiz getdi. Onlar mələkdilər bala. Hər vaxt mən onlara ağlayıram. Körpə balaları beşikdə qaldı. Nə deyim, qara lisəkli gəlinlərimiz qaldı. Nə deyim ay bala? Özüm 5 şəhidimiz var. Bacım, qardaşım, atam, qaynım hamısı şəhiddir. Şəhid ailəsi. Hə, şəhid ailəsiyəm, şəhid ailəsi. Harda Hə. yaşayırdınız indiyənə qədər? İndiyənə qədər Hövsanlar. Hövsanda, Bakıda yaşayırsınız. Yaşayırdıq. Gözəl şərait verib, gözəl, nə bilim, zəhmət çəkilib. Bakıdakı evlərdən də gözəldir. Hə, çox gözəldir, çox gözəldir. Şəraiti əla. Çox gözəldir, çox da abadlaşdırıblar. Hə. Nə bilim, Buranın Bakıdan nə fərqi var bizim- ki? Heç nə. çox gözəldir. Bakıdan da gözəl eləyirlər. Bakıdan da gözəldir. Allah bala. sizə Bütün burada uzun ömür versin. Çox sağ ol, çox sağ ol. Xoşbəxt şəkildə Çox yaşayasınız. sağ ol, Çox sağ ol. Nə bilim, ay bala, mən də uzun ömür hamıya arzulayıram. Prezidentimizə can sağlığı arzulayıram. Mehriban xanıma can sağlığı arzulayıram. Çox sağ olun. Şəhid ailəsi kimi, şəhid üzvü kimi bala hamıya minnətdaram. Şəhid analarının qabağına baş əyirəm. Çox sağ olun. Çox Birinci gözəl. səfərdir, ayaq basırsınız Ağdamda. Yox, üçüncü dəfə Gəlmisiniz. gəlmişəm. Evlər verilməmiş, gəlib Hə, qayıtmışam. gəlib baxmısan ki, Hə, nə gəlib xəbər deyəm. baxmışam. Ürəyim çox istəyib, Laçın da gedib gəlmişəm. Amma fikir verirsiniz, buranın havası Çox gözəldir, bambaşqadır. çox gözəldir, çox. Bizim Allah prezidentimizə dəyməsin. Bütün belə qazilərimizə can sağlığı versin. Yaman oğlanlarımız öldü, yaman oğlanlarımız öldü. Ağdamdan, Onların sayəsində Ağdamdan oldu 7000 şəhid verilibdi. Bütün rayonlardan çox Ağdam şəhid verilib. Allah Nə deyim sizə başa deyim, dəyməsin. Allah sizə də dəyməsin. Allah hamımıza can sağlığı arzulayıram. Allah prezidentimizə də dəyməsin. Amin inşallah. Çox sağ olun. Ürək sözünüz. Mən də deyə bilərəm ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin canı sağ olsun. Allah həmişə onu ucalarda eləsin. Amin. Onu istəməyənlərə Allah həmişə yerə vursun. Prezidentimizi. Bəli. O dəmir yumruğu daha da bərk olsun.
Amin inşallah. Çox sağ olun. Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bunların sayəsində bu günə gəlir. Allah prezidentimizi qorusun, xalqımızı qorusun, ordumuzu qorusun. Həmişə şən firavan yaşayaq. Amin inşallah. Allah sizi burada xoşbəxt yaşamağa nəsib eləsin Sağ inşallah. olun, sağ olun. Çox sağ olun. Allah sizin kimi cavanları xoşbaxt eləsin. Sağ Sağ olun. canlı eləsin ki, bizim kürəyimizdə durdunuz. Sağ olun. Borcumuzdur. Hə, gəldik şəhidlərin, prezidentimizin sahəsində gəldik. Öz yurdunuza, yuvanıza Öz gəldiniz. yurdumuza, yuvamıza gəldik. Yəni, Allah siz harda yaşayırdınız İngənədə? Biz Bərdədə. Bərdədə yaşayırdınız. Hə, Bərdə. Ümumiyyətcə, bax 30 il ərzində Ağdamdan ayrı qaldınız. İnanırdınız ki, nə vaxtsa Yox, qayıdarsınız? inanmırdıq. Allah prezidentimizə dəyməsin. Prezidentimizin səyahəsində bir də şəhidlərimizə, qazilərimizə Allah dəyməsin prezidentimizə. Mən həmişə namaz qılanda da prezidentimizə alış edirəm. Ondan sonra qazilərimizə alış edirəm ki, Allah onların canı sağ eləsin. Şəhidlərimizə də Allah rəhmət eləsin, yerləri değişdir. Amin inşallah. Çox sağ olun. Sağ olun.